İlahiyyatçı Yaşar Qurbanovun təqdimatında Cümənin bərəkəti başladı. Rəbbimizə şükürlər olsun, uca Allahın salamı, salavatı, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, onun əhl-i beyti, əshabların üzərinə olsun. Bu gözəl cümə gündə Rəbbimiz dualarımızı qəbul eləsin. Cümə günü çox xeyirli, bərəkətli gündür. Cümə günü duaların qəbul olunduğu gündür. Çalışmalı, çoxlu dualar eləyək. Xüsusən cümənin son saatları ən önəmli vaxtlardır ki, insan dua edərkən Rəbb onun dualarını qəbul edir. Rəbbimiz dualarımızı qəbul eləsin, sıxıntılarımızı aradan qaldırsın. Kimin nə istəyarsı varsa Rəbbimiz istəyinə, arzusuna çatdırsın. Həmd olsun Rəbbimizə. Və bu ilk cüməmizdir 2026-da, yeni ildə. Daha çox dua etməliyik. Uca Rəbbimiz bu ilimizi daha da xeyirli, bərəkətli eləsin. Xalqımız üçün, bu gözəl vətənimiz üçün, ailəmiz üçün, yaxınlarımız üçün. Rəbbimiz dünyadan köçənlərə qəni-qəni rəhmət eyləsin. Rəbbimiz əskərlərimizi qorusun, güc qüvvət versin. Şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Uca Rəbbimiz, ölkə rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarını qorusun. İşlərini müvəffəq eyləsin, uzun ömürlər bəxş eyləsin. Həqiqətən də mömin daha çox ümidli olmalıdır. Bu il Rəbbim istəklərimi mənə verəcək. Həmçinin keçən ildən də dərs çıxarmalıdır ki, etdiyim səhvləri təkrarlamayım. Daha gözəl insan olum. Daha yaxşı işlər görüm. Rəbbimə çox dua edim. Və dua edək, ey Rəbbimiz, bu ildə bütün istək arzularımızı bizə nəsib eylə. Əvvəl nəsib olmayan arzularımızı, həyata keçməyən arzularımızı bu ildə bizlərə nəsib eylə. Ona görə də hər zaman insan Rəbbinə qarşı ümidli olmalıdır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə insan, kənə yu'cibul fəal, gözəl sözləri sevərdi, gözəl danışardı. Yəni heç zaman mənfi sözlərdən istifadə etməzdi. Deyərdi ki, yaxşı olacaq, gözəl olacaq. Hətta onun yanına gəlib bir problemini danışanda bir insan deyərdi ki, xeyirdir, inşallah yaxşı olacaq. Hətta bir insan gəlib pis yuxu görəndə deyərdi ki, xeyirdir, yaxşı olacaq. Heç zaman onları pisə yozmazdı. Ona görə qəlbi geniş idi. Əgər mömin ümidli olsa Rəbbinə, gözəl danışsa, gözəl düşünsə, Allah təala onun istəklərini verəcək. Çünki bizim dilimizdən çıxan söz çox önəmlidir. Yəni, gözəl danışırıqsa, deməli, bu ümidliyik. İnsan ümidli olanda da Allah təala ona istəklərini verir. Amma insan hər zaman mənfi danışır və o zaman ümidsiz olur. Ümidsiz olanda da, deməli, Rəbbinə qarşı gözəl zənni itirirsən. Gözəl zənn nə deməkdir? Yəni, Rəbbim dualarımı qəbul edəcək. Rəbbim istəkləri verməyə qadirdir. Rəbbim şəfa verəcək, arzularıma çatacam. Buna deyirlər gözəl zənn. Pis zənn nə deməkdir? Pis düşünmək. Daim vəsvəsə, kədər, ay yaxşı olmayacaq və s. Bunlar qadağandır dinimizdə. Yəni, gözəl düşün ki, gözəllikləri Allah sənə bəxş eyləsin. Çünki bir çox həyatımıza baş verənlər dediyimiz sözlərə bağlıdır. Bəli, sözlərin gücü var, təsiri var. Bu barədə çox danışmışdım. Gözəl danışacaqsan, gözəl olacaq. Amma pis danışsan, ümidsiz olacaqsan, o zaman Rəbbinə qarşı gözəl zənni itirəcəksən, o zaman istəklərin nail olmayacaqsan. Ona görə nədir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər zaman gözəl danışardı, gözəl düşünərdi. Hətta dinimiz deyir ki, mənfi belə düşünmə. Deyən xeyirdir, hər şeydə xeyir var, gözəl olacaq. Ona görə ilk cüməmiz bu ildə Rəbbimiz istəklərimizi versin bizlərə. Əvvəlki ildə əldə edə bilmədiklərimizi Rəbbimiz bu ildə bizlərə qismət eyləsin. Çoxlu dua eləyək, ümidli olacaq ki, Rəbbimiz bütün istəklərimizi qəbul edəcək. Rəbbimiz bizlərə daha gözəl yaxşılıqlar nəsib edəcək, dualarımızı qəbul edəcək. Çünki fəinnəhu qaribun, o yaxındır, səmi'un, eşidəndir, mucibun, duaları qəbul edəndir. İnsan daim nədir? Belə olmalıdır, belə olmağa nədir? Çalışmalıdır. Baxın, gözəl bir fayda. Yəni, gəlin bu faydalarla, ümidlə başlayaq. Yəni, bu ilimizi davam edək. Baxın, nə deyir? Üzülmə. Ey nəfsinə nəsiyyət etmək istəyən insan. Kədərlənmə. Allaha təvəkkül et ki, səni fəlakətlərdən qurtarsın və sıxıntılardan çıxarsın.
Allah bizə kifayət edər. O nə gözəl vəkildir. Yəni təvəkkül olunandır. Sənin deyil şüarın olsun. Quran-ı Kərimdə Rəbbimiz buyurur bizlərə. Baxın. Yəni hər zaman nə deyir? Həsbunallah və ni'məl vəkil. Allah bizə kifayətdir. Allah bizə yetər. Bu kəlmə əzəmətli bir kəlmədir. Bu kəlmə hər zaman sənin şüarın olsun. Yəni dilindən düşürmə. Evində, işinə gedərkən, hər bir işində. Çünki bu kəlmə sadəcə bəzilər elə zənn edir ki, sıxıntılardan xilas olmaq üçün. Xeyr, bu kəlmə həmçinin ruzunun cəlb edilməsi, xeyir işlərin cəlb edilməsi, Allahın rəhmətinin enməsi hər şey üçün. Çünki sən Rəbbinə təvəkküllüsən. Həsbunallah və ni'məl vəkil. Allah bizə kifayət edər, yəni Allah bizə yetər. Ruzumuzda, sıxıntımızda, bir problemimizdə o nə gözəl vəkildir, yəni təvəkkül olunandır, arxalandığımızdır. Sənin şüarın olsun deyir. Bax, qorxduğun zaman, çəkindiyin zaman, bir problemlə qarşılaşdığın zaman həsbunallah və ni'məl vəkil. Allah bizə kifayət edər, o nə gözəl təvəkkül olunandır deyə səslən. Yəni, bu kəlmə dilindən düşürmə. Bu həm zikirdir, həm duadır, həm Allaha təslimiyyətdir. İbrahim əleyhissalam ateşe atıldığı zaman bu kəlməni demişdi. Allah Teala nə dedi? Ey ateş, onun üçün sərin ol. Baxın, hətta zərər vermə. Birdən soyuq olub zərər verərsən. Muhammed sallallahu aleyhi ve sellem nə zaman demişdi? Düşmənlər onun üzərinə toplandığı zaman dedilər ki, həsbunallah və ni'məl vəkil. Allah bizə yetər. O ən gözəl təvəkkül olunandır. Yəni bu kəlməni öz dilimizdə də deyə bilərsən. Dualarda şərt deyil bunu ərəbcə demək. Yetər ki, bunu içdən deyəsən. Yəni yəqinliklə deyəsən, inanaraq deyəsən. O zaman bu kəlmə hər zaman həyatında şüarın olsun. İşinə gedərkən, evində oturarkən, istər şagird olsun, istər tələbəmiz olsun, hər kəs. Çünki bu kəlmə nədir? Təvəkkül kəlməsidir. Allaha sığınırsan, ona yönəlirsən. Sanki bu kəlmədə bir gözəllik var. Ey Rəbbim deyirsən, mən acizəm. Yəni, işlərimi tam, kamil yerinə yetirə bilmərəm. İmkansızam, əlacısızam, mükəmməl deyiləm. Yəni, sənin köməyinə möhtacam. Hər zaman imdadıma yetiş. Baxın, bir kəlmə deyirsən, içərisində bütün xeyirlər nədir? Toplanır. Çünki Allah buyurur, doğru yol göstərici və yardımcı kimi Rəbbin sənə yetər. Furqan surəsi. Baxın, doğru yol göstərici və yardımcı kimi Rəbbin sənə yetər. Yəni, bu kəlmə, ona görə nədir? Bu kəlmə üzüntünü, sıxıntını, kədəri aradan qaldırır. Həmçinin ruzunun cəlb olunmasında, istəklərimin əldə edilməsində. İstər evlənmək istəyən olsun, evlənən olsun, hər kəs bu kəlmə ilə Rəbbinə yalvarsa, hətta ruzu istəyində, işində, hətta bərəkət belə, həsbunallah və ni'məl vəkil, ən əzəmətli kəlmələrdən birisi, Allah bizə yetər. Burada bir təslimiyyət var. Çünki ayənin sonuna buyurur, Allah deyir, öz fəzilətindən, öz mərhəmətindən deyir, onlara bəxş edər. Bu kəlmənin, bu ayədə bu kəlmənin arxasınca gəlir. Baxın, bununla başlayaq. Bunu davam edək. Bu il ən çox etdiyimiz gəlin zikir bu olsun. Onun faydalarını mütləq görəcək özümüzdə, ailəmizdə. Baxın, gözəl bir fayda. Heç zaman mömin ümidsiz olmaz. Deyək, üzülmə, yəni kədərlənmə. Çünki sən dua edə bilirsən. Dua kimi gözəl bir ibadəti bilirsənsə, Rəbbinə dua edə bilirsənsə, sən niyə kədərlənməlisən? Çünki sən Rəbbinin huzuruna çıxa bilirsən. Baxın, Məlikil Muluk, bütün kainatın sahibinin qarşısında gecə əl açıb dua edə bilirsən. Gecənin axırıncı 1/3-də qalxıb yalvara bilirsən və alnını səcdəyə qoya bilirsən. Niyə kədərlənirsən? Yəni, bu böyük bir neymətdir əslində insan dərk etsə. Rəbbinə gözəl şəkildə dua etmək böyük bir neymətdir, bəli. Əgər sən Rəbbinə gözəl şəkildə dua edə bilirsənsə, bu ən böyük neymətlərdən birisidir. Sən gözəl dua edə bilirsənsə, heç zaman kədərlənməyəcəksən. Gözəl dua necə olur? İmanla, yəqinliklə, Allahın gücünə, qüdrətinə yəqinliklə inanaraq ki, Rəbbim hər şey qadirdir. O bir şey ol deyər, olar. Bax, belə dua etmək. Həmçinin dua edərkən Allahın gözəl adları ilə başlayırsan. Allaha birinci həmd sənalar elə. Allahım sənə həmd olsun.
Sənə verdiyim bütün nemətlərə görə sənə həmd sənalar olsun, sənə şükür olsun, sən tərifə layiqsən. Sonra Allahın gözəl adları ilə ya Razzaq, ya Vəkil, sənə təvəkkül etdim və s. bildiyin adlarla. Və sonra Peyğəmbərimizə salavat gətir. Allahım sənin salam və salavatın olsun, yəni salavatın və salamın olsun Peyğəmbərimizə, onun əhl-i beytinə. Ondan sonra istəkləri et. Baxın, nə gözəl bir fayda. Həmçin gecənin 1/3 hissəsində, qış vaxtı gecə uzundur. Deməli, gecənin 1/3 hissəsində qalxmaq olar. Sübh namazına bir yarım saat qalmış. Baxın, gecənin 1/3 hissəsində dua deyiləndə burada qəsd olunmur mütləq namaz qılmaq. Bəziləri deyir ki, mən namaz qılmıram və yaxud da ki, tənbələm, namaz qalxa bilmirəm, gecəni yatır. Tək namaz deyil ki. Sən gecənin 1/3 hissəsində, hətta oyananda yatağında belə ibadətini keçirə bilərsən. Deyək ki, gecənin 1/3 hissəsində qalxdın. Yəni gecənin 1/3 hissəsi son vaxtlar. Sübh namazına 1 saat, 2 saat, yarım saat qalmış, az qalmış. Elə yatağında çoxlu denə əstəğfurullah, Rəbbindən bağışlama dilə. Çünki ən gözəl vaxtdır əstəğfurullah zikri. Allah da Quran-ı Kərimdə sübh çağında Allah Taala'dan çoxu bağışlama deyənləri tərifləyir. Çünki Allah Taala rəhmətinin endiyi vaxtdır gecənin son 1/3 hissəsi. Bərəkətin endiyi vaxtdır. Hətta buyurur ki, Qüdsə hədisdə: "Və mən yəstərziquni", kim məndən ruzi istəyir, ona ruzi verim. Elə isə yatağında əstəğfurullah, əstəğfurullah, əstəğfurullah. Bacardığın qədər denə və yaxud da əlini aç, dua elə. Şərt deyil ki, qalxma. Qalxa bilmirsən, yuxun var. Heç olmasa 5 dəqiqə də olsa, 10 dəqiqə də olsa sübh namazına, sübh əzanına qalmış. Elə yatağında oturduğun yerdə belə zikr eləyə bilərsən. Əstəğfurullah, Allahım sən mənim dualarımı qəbul elə, sıxıntılarımı aradan qaldır. Baxın, hər kəs bunu edə bilər. Kədərlənmə. Çünki, nə gözəl bir söz. Yaxşılıqların savabı 10 qatdan 700 qata qədər artırılır. Sən bir yaxşı əməl görürsən, Allah da onun savabını ondan 700'e kadar artırır. Həmçinin eğer bu dünyada verəcəksə Allah Teala sənin onun əvəzini, ondan 700'e kadar da artıra bilər. Hem bu dünyada, ahirətdə isə sonsuz bir mükafat. Baxın, Allahın rəhmətindəndir ki, yaxşı əməlləri artırır. Amma günahları isə nədir? Artırmır. Günah elə günahdır. Hətta uca Rəbbim bağışlaya bilər. Uca Allah bənzərini, yəni insanın kulaklarını eşitmediği ve kimsenin çata bilmediği böyük bir cömertliğe sahiptir. Allah'ın adı var, Cevad. Ne demeydi? Səxavətlidir. Bütün günahlarını bağışlayar. Bakın, kədərlənmə. Allah bizimle beraberdir. Bizimledir her zaman. La tehzen, innallaha ma'na. Tövbə surası 40. aya Peygamberimiz buyurmuştu sallallahu aleyhi ve sellem. Məkkedən Mədinəyə hicrət edərkən bir mağaranın içərisində yanında Həzrəti Əbubəkir, düşmənlər öndə, ayaqlarının altına baxsalar görərlər. Nə dedi Peyğəmbərimiz? Allah ayə indirdi. La tehzen, kədərlənmə. Allah bizimlədir. Yəni bu hər zaman dediyin səmimi bir söz olsun. Qəlbən inanırsan ki, Rəbbim bizimlədir. Yəni o bizi görür, səsimizi eşidir, bizə yardım edir, işlərimizi asanlaşdırır və üzüntülərimizi aradan qaldırır. Bax, bunu deyərkən sidqlə ilə demək, inanaraq, yəqinliklə. Ona görə də, baxın, insanın qəlbinin döyüntüləri ona deyir ki, həyat dəqiqələr və saniyələrdən ibarətdir. Həyat hər gün həyatımızdan gedir. Sən özündən sonra gözəl xatirələr saxlayacaq işlər gör. Çünki gözəl xatirələr ikinci həyatdır. Yəni bu dünyadan hər kəs köçüb gedir. Amma ikinci həyatımız nədir? Əgər gözəl işlər qoyub geçsək, insanlara yaxşı davransaq, insanlara əl tutsaq, gözəl əxlaqlı davransan, insanlarla, yəni ailəndə, evladlarından, iş yerində nümunə olsan insanlara, insanlar sən bu dünyadan köçəndən sonra səni gözəl xatırlayacaqlar, duaları ilə xatırlayacaqlar. Baxın deyir, əsl deyir, ikinci həyat məhz budur. İnsan daim gözəl olmağa çalışmalıdır. Baxın nə deyir, gözəl bir xoşbəxtliyi, baxın, təhlükəsizliyi və rahatlığı əldə etmək üçün insanlardan ən çox istənilən və gözlənilən şey nədir? Əxlaqlı davranması, gözəl əxlaq, baxın. Gözəl əxlaq təriflənən bir sifətdir. Peyğəmbərimiz belə buyurmuşdur. Sənə faydası olacaq şeylər üçün çalış və Allahdan yardım istə. Daim. Peyğəmbərimiz, baxın, cənnətdə onunla bərabər olmaq istəyən sahabəyə belə demişdi. Səcdələri çoxalt, yəni namaz qıl. Səcdələrlə özünə yardımcı ol. Allaha etdiyin elə bir səcdə yoxdur ki, Rəbbin onun səbəbi ilə sənin dərəcəni artırmasın. Hər səcdə nədir? Səni Allah dərgahında ucaldır. Elə isə
Bu böyük bir nemətdir. Artıraq səcdələri, artıraq duaları. Nə qədər səcdə etsən, qəlbindən sıxıntı aradan qalxacaq. Baxın, həmçinin Peyğəmbərimiz bizlərə gözəl bir tövsiyə edib. Gəlin bunu daha çox edək. Bu il daha çox edək. Niyə? Qəlbimiz rahat olacaq. Peyğəmbərimiz nə buyurur? Baxın, Peyğəmbərimiz içərisində bütün xeyirlərin olduğu qapını soruşan sahabəyə belə demişdi. Dilin davamlı olaraq Allahın zikri ilə islah qalsın, yaş qalsın. Çünki daim nədir? Dil tərpənir. Yəni yol gedir, deyir, əstəğfurullah, Rəbbim məni bağışla. Allahım sənə həmd olsun, əlhəmdülillah, subhanallah, la ilahe illallah. Peyğəmbərimiz onun əhl-i beytinə salavat olsun. Dilin nədir? Daim zikirlə yaş qalır. Belə insan nədir? Ən xoşbəxt insandır. Sıxıntılar aradan qalxacaq. Gəlin bu ildə zikirdə yarışanlardan olaq. Düşün, öz nəfsimizi bir hesaba çəkək. Keçən il artıq geridə qaldı. Yaxşı əməllərimizlə, səhv əməllərimizlə hamısı getdi Allahın dərgahında. Amma Allah bağışlayandır. Yaxşı əməllərimizi mükafatı verəcək, günahlarımızı bağışlayacaq. Bu il nədir? Daha çox zikr edəcək. Daha çox zikr edək ki, dilimiz zikr etməkdən yaş qalsın. O zaman nə olacaq? Əlbəttə ki, baxın, Allaha yad etmək, yəni zikr nə deməkdir? Allaha yad etmək. Onun yer üzündəki cənnətin açarıdır. Onun yer üzündəki cənnətə girməyən, ahirətdə necə girsin cənnətinə? Baxın, zikr nəfsin xəstəliklərdən, sıxıntılardan və üzüntülərdən qurtuluşudur. Hətta zikr hər cürə uyğun və qurtuluşun asan və qısa yoludur. Çünki zikr üçün dəstəmaza ehtiyac yox, vaxta ehtiyac yox, yol gedirsən, miniyindəsən. Baxın, zikrin faydalarını görmək üçün Quran oxu. Quran ən böyük zikirdir. Dilində zikirləri düşürmə. O zaman nədir? Görəcəksən ki, şəfaya nail olmaq üçün gün ərzində zikr məlhəmini öz qəlbində sına. Yəni bu zikr bir şəfadır, qəlbə şəfadır. Qəlbə rahatlıq, sevinç gələndə insan xəstəliklərdən uzaq düşür. Amma daim sıxıntı, kədər xəstəliklərə qapı açır. Elə isə insanın qəlbinin rahat olması ən böyük nemətlərdən birisidir. Baxın nə gözəl. Bir qorxu, narahatçılıq, üzüntü və kədər buludları Allah zikr etməklə dağılar. Üzüntü və hüzün dağları Allah zikr etməklə aradan qalxar. Allah zikr edən kəslərin halına təəccüblənməmək lazımdır. Çünki əsl olan budur. Əsl təəccübü olan kəslər Allahın zikrindən qafil qalanlardır. Yəni, daim Allah zikr edən insanlarda görürsən ki, üzərində bir sevinç var, kədərdən uzaq, daima Allahla yaşayır. Rəbbinin adını uca tutur, şanını uca tutur. Əlbəttə o, sevincli olmalıdır. Baxın, gözəl bir fayda. Ey yuxusuzluqdan şikayət edən, üzüntü və kədərdən dolayı ağlayan, bir şeyə görə əziyyət çəkən, bəla və müsibətlər tərəfindən sıxılan kəs, haydi onun müqəddəs ismini çağır, yəni Rəbbini çağır. Nədir o? Ya Həy, Ya Qayyum, daim, dilindən düşürmə. Ya Həy, ey daimi diri olan. Ya Qayyum, ey bütün kainatı idarə edən. Sənə sığınıram, səndən istəyirəm. Nəyə görə? Deyir ki, sahabə, Peyğəmbərimizin qəlbinə bir sıxıntı gələndə və ya bir çətinlik, hadisə baş verəndə, eşidəndə, İzə həzəbəhu əmrun, bir sıxıntı, bir darlıq, nə deyərdi Peyğəmbərimiz? Ya Həy, Ya Qayyum, bir rəhmətlə əstəğiz. Ya Həy, ey daimidir ona. Ya Qayyum, kainatı idarə edən, rəhmətinlə sənə yalvarıram. Bu, bütün sıxıntıları aradan qaldıran həm zikirdir, həm duadır, həm yalvarışdır. Gün ərzində nə qədər çoxdur sən. Yol gedirsən, bu həm zikirdir, həm duadır. Çünki Ya Həy, Allahın Əl-Həy adı diri, daim, diri olan, ölməz. Bütün Allahın adları, sifətləri bu ada bağlı. Qayyum nədir? Etiraf edirsən, bütün kainatı idarə edən sənsən, ey Rəbbim. Yəni, mənim də işlərimi idarə elə, mənim də işlərimi yoluma qoy. Sıxıntı var, çətinlik var. Bəzən əlacsız qalıram, bacarmıram. Elə isə Allahın ən müqəddəs, ən uca adını səslə. Buna deyirlər ki, İsmül Əzəm. Allahın ən əzəmətli adıdır bu. Elə isə Allahın bu əzəmətli adını səslə deyir. Gözəl bir fayda. Ya Həy, Ya Qayyum. Ona görə də daim nədir? Allahı xatırlasan, bu zikirlərlə Rəbbinə yaxınlaşsan, heç zaman kədərlənməyəcəksən. Kədər nədir bilməyəcəksən. Həmd olsun Rəbbimizə. Həmçinin baxın, əgər düşünsək, hər gün və hər gecə qıldığımız 5 vaxt namaz bizim üçün dünyanın ən böyük nemətlərindən biridir.
bütün günahlarımız üçün kəffarədir, silinmədir və Rəbbimizin qatında dərəcəmizin yüksəlməsinə vəsilədir, səbəbdir. Sonra bu namaz ağrılarımızın dərmanı, dərdlərimizin dəvasıdır. Bu namaz qəlblərimizə davamlı artan yəqin, yəni qüvvətli iman yerləşdirir. Könüllərimizə könül razılığı və məmnun olmağı yerləşdirir. Bu namaz yəni bir nemətdir. Namaza sarıl, namaz qıl, alnı səcdəyə qoyursan, Rəbbinə yalvarırsan, bu ən böyük nemətlərdən birisidir. Sıxıntı, kədər heç nə bunun önündə qala bilməz. Ona görə də Peyğəmbərimiz neyinlərdi? Həmçinin bir sıxıntı gələndə, bir kədər baş verəndə neyinlərdi? Namaza qalxardı. Hətta Bilala nə deyərdi? Ey Bilal, qalx, yəni əzan ver, ərihnə bis salə, namazla rahatlıq tapaq. Namaz nədir? Rahatlıq. Peyğəmbərimiz nə deyər? Namaz gözümün nuru eylədidir. Allah nuru eylədidir. Rəbbimiz bizim də gözlərimizin nuru eyləsin namazı. Ona görə də bu ən əzəmətli nədir? İbadətlərdən birisidir. Həmçinin baxın, həyatda davamlı olmaq üçün səbir. Sən ancaq Allahın yardımı ilə səbir edə bilərsən. Səbir belə böyük bir nemətdir. Baxın, ona görə hər şeydə səbirli ol. Allahın Əs-Sabur adı var. Allah da Quran-ı Kərimdə 94 ayədə səbri təşviq edir. Səbir əzəmətli bir şeydir. Sıxıntı anı, xəstəlik anı, hər bir şeydə səbirli olsan, Allah sana bütün xeyir qapıları nədir? Açacaq. Ona görə Allah da Peyğəmbərimizin nəyi buyurdu? Səbirli olmağı buyurdu. Çünki səbir nədir? Hər şeyin açarıdır. Başına gələn sıxıntılar, əgər səbirli olsan, sıxıntılar yığılsa belə, önündəki yolları qaranlıqlar qapılasa belə, bağlasa belə, səbr et. Çünki səbirdə müvəffəqiyyət var, səbirdə zəfər var. Sıxıntı ilə birlikdə fərahlıq, çətinliklə birlikdə asanlıq vardır. Həyatın boyu nədir? Səbri unutma. Çünki sən səbirli olanda Rəbbin sənə bütün xeyir qapıları nədir? Açacaq. Rəbbimizə həmd olsun. Ona görə daim zikr etmək, daim dua etmək, uca Allaha yalvarmaq. Gəlin, ümidlə, yəni bu ilimiz Rəbbimiz bütün istəklərimizi bizə verəcək ümidi ilə, ümidli olacaq. Kədəri, üzüntünü, ümidsizliyi kənara qoyuruq. Rəbbimiz var bizim, ucalar ucası. O buyurur ki, Rəbbim, yəni qulum mənə dua edərkən mən ona yaxınam. Bizi görür, eşidir. Həmd olsun Rəbbimizə. Gəlin zikirləri artıraq, duaları artıraq. Uca Allah da istəklərimizi qəbul eləsin. Bütün sıxıntılarımızı aradan qaldırsın. Amin. Rəbbimizə şükürlər olsun. Uca Allahın salamı, salavatı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, onun əhl-i beyti, əshabına üzərinə olsun. Rəbbimiz dualarımızı qəbul eləsin. Həqiqətən də cümə günün son saatlarına yaxınlaşdıq. Cümə günün son saatları artıq başlayıb. Qış vaxtı biraz vaxt məhduddur, qısadır. Amma gəlin biz hər zaman nədir? Dua eləyək. Hər zaman dua eləsək, bu vaxtlarda inanaraq Rəbbimiz dualarımızı qəbul edəcək. Ona görə də yəni inamla, yəqinliklə dua edirik. Hər zaman biz verişimizin sonunda dua edirik, amin deyirik. Yenə də dua edəcək, amin deyəcək. Rəbbimiz bu gözəl vətənimizi qorusun. Həqiqətən əmin-amanlıq yurdu olan bu gözəl vətənimizdə nə gözəldir ki, bir yerdə, hamımız bir yerdə dua edirik, bir-birimizə can deyirik, can eşidirik. Yəni dinimizin ən gözəl dəyərini yaşayırıq. İslam qardaşlığı, birlik, bərabərlik. Baxın bu gözəl əmin-amanlıq yurdunda bunlara hamısı baş verir. Ona görə əmin-amanlığımıza görə Rəbbimizə çox-çox şükr etməliyik və Allah Teala bu gözəl vətənimizi qorusun, əmin-amanlığımız daimi olsun. Uca Rəbbimiz ölkə rəhbərimizi qorusun, işlərini müvəffəq eləsin, uzun ömürlər bəxş eləsin. Rəbbimiz əskərlərimizi qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Amin. Baxın gözəl bir fayda, yəni Allahı haqqı ilə tanıyanlar, yəni bir qul Rəbbini tanıyır. Necə tanıyır Rəbbimizi? Rəbbimizin gözəl adları var, sifətləri var, qüdrətlidir, duaları qəbul edəndir, hər şeyə qadirdir, daimi diridir, ruzu verəndir, Məlikül-Muluk. Baxın, əgər bunu tərif edərsə, o zaman mömin qəlbi rahat olacaq. Və həmçinin hər zaman dualarında da bunu unutma. Ey Rəbbim, baxın, Peyğəmbərimizin müstəcəb dualarından birisi. Nə deyərdi Peyğəmbərimiz? Ya Həy, Ya Qayyum. Ey diri olan, Qayyum kainat idarə edən, rəhməti sənə yalvarıram. Fələ təkilni ilə nəfsi tarfata ayni. Deyərdi ki, məni öz nəfsimlə baş-başa buraxma. Yəni, məni öz nəfsimə tərk etmə.
Çünki Allah Teala bir qulunu özlə tərk edərsə, o qul zəifdir. O zaman çıxılmaz vəziyyətə düşər. Yəni bu duanın mənası nədir? Ey Rəbbim, məni öz nəfsimə tərk etmə. Yəni daim sənin inayətin altında olum. Daim sənin qoruma altında olum. Ona görə də bu dua çox önəmli bir duadır. Peyğəmbərimiz səhər axşam zikirlərində bu duanı təkrar edərdi. Öz dilimizdə deyək. Çünki Allahın bir qulunu tərk etməsi nə deməkdir? Yəni öz nəfsi ilə baş-başına buraxmasıdır. Allahın yardımı isə səni öz nəfsinlə başlı-başına buraxmamasıdır. Ona görə bu dua çox önəmlidir. Çox önəmlidir, çox önəmlidir. Daim deyək, ey Rəbbim, məni öz nəfsimlə başlı-başlı buraxma. Yəni məni öz nəfsimə tərk etmə. Yoxsa mən çıxış yolu bilmərəm, yoxsa mən haqqı görə bilmərəm. Ona görə nədir? Bu dua çox önəmli. Həmçinin baxın, gözəl bir salihlərdən birisinin gözəl bir tövsiyəsi var. Deyir ki, bir dəfə ancaq həqiqətən də çox şiddətli bir kədər məni bürümüşdü. O zaman nə edirdim deyir? Quran-ı Kərimi əlimə aldım, oxumağa başladım. Allah and olsun ki, birdən üzüntüm yox oldu, yerinə təbəssüm və sevinç gəldi. Baxın, Quran-ı Kərim oxumağı, hər bir insan Quran-ı Kərim oxumağı öyrənməlidir. Quran-ı Kərim oxumağı öyrən. Üzündən oxuya bilmirsən, öyrən. Heç olmasa öz dilimizdə də öyrən. Öz dilimizdə belə oxu. Görəcəksən ki, insanın qəlbinədir, rahatlıq gəlir. Həmçinin baxın, bunlar Peyğəmbərimizə Allah Teala buyurur. Biz bilirik sənin qəlbin daralır deyir. Yəni Məkkə müşriklər əziyyət verirlər, Peyğəmbərimizi incidirlər, həmçinin nə layiq sözlər deyirlər. Altı nə buyurur? Rəbbinə çox zikr et. Səcdədənlərdən ol. Baxın, namaz. Çətinliklər qarşısında ən yaxşı yardımçı nədir? Namaz. Namaz insanın nəfsini uca məqama qaldırar. Ruhun və qurtuluşun bir yoludur deyir. Çünki insan ruh nə ilə rahatlıq tapır? Namazla rahatlıq tapır. Həmçinin baxın, bəzən insanın başına ola bilər ki, bir sıxıntı gəlir, bəla, müsibət gəlir. Bunlar hamısı xeyirdir. Nəyə görə? Çünki Allah Teala bir qulunu öz nəfsini bəyənməkdən uzaqlaşdırır. İnsan çətinliyə düşəndə bilir ki, hər zaman Rəbbinə möhtacdır. Ona görə də daim nədir? Allahı zikr elə. Çünki zikir rəhmanı razı salar, insanı xoşbəxt edər, şeytanı dəf edər, üzüntünü aradan qaldırar. Həmçinin, baxın, bu zikir də çox önəmlidir. Həyatımız boyu, bu il inşallah, ümidlə, Rəbbimiz bütün istəklərimizi bizə verəcək ümidi ilə. Bax, belə başlayacaq. Nədir o zikir? La havlə və la quvvətə illə billah. Güc, qüdrət sahibi yalnız Allahdır. Çünki bu zikir sənin daxilini fərahlatardır, halını düzəldər, ağır yükləri onunla daşıyarsan və Allahı razı salarsan. Möhtəşəm bir zikirdir. Həqiqətən də. Dilindən düşürmə bunu. İstər çətin iş olsun, istər olmasın, istər ruzi sıxıntın var, hər bir işində. Çünki bu zikri deyəndə insan nə deyir? Ey Rəbbim, acizəm, əlacsızam, sənə möhtacam. Ona görə bu zikir nədir? Daim. Bu il gəlin bu zikri daha çox eləyək. Rəbbimiz bütün istəklərimizi bizə versin. Həmçinin çoxlu bağışlanma diləmək, bu da zikirlərin şahıdır. Baxın, ən əsas 3 zikri bu il ərzində gəlin dilimizdən düşürməyək. Allah Teala görəcəksiniz, bizləri Ramazana yetişdirəcək, hətta həyatımız rahatlaşdıracaq. Onlardan birisi nə idi? La havlə və la quvvətə illə billah. İkinci, əstəğfirullah. Yəni bağışlama diləmək. Çünki bağışlama diləmək ruziyə, fərahlığa. Baxın, insan bir şey əldə etmək istəyir. Salih nəfsin olmasını istəyir. Faydalı elm, asanlığa və günahların silinməsinə səbəb olar. Baxın, bunu nədir? Dilindən düşürmə. Həmçinin nədir? Üçüncü nədir? Peyğəmbərimizə və onun əhl-i beytinə çoxlu salavat gətirmək. Bu 3 zikir bütün zikirlərin şahıdır. Yəni, bütün zikirlər faydalıdır. Sadəcə bu zikirləri daha çox nədir? Etsək, o zaman görəcək ki, insanın qəlbində bir rahatlıq vardır. Həmçinin baxın, Allahın sənin üçün təqdir etdiyi ilə razı ol, ona sevin. Çünki sən yaxşılığın harada olduğunu bilə bilməzsən. Bəzən sıxıntı sənin üçün narahatlıqdan daha xeyli ola bilər. Hər şeyə razı qal. O zaman görəcəksən ki, Rəbbin sənə bütün çıxış yolunu göstərəcək. Bil ki, çətinliklə bərabər asanlıq, sıxıntı ilə bərabər ondan qurtuluş vardır. Heç bir şey davamlı deyildir. Günlər gəlib keçər, dövran edər.
Allah Teala buyurur: "O tilkel eyyamu nudaviluha beynen nas." Biz o günləri insanlar arasında deyir ki, Rəbbimiz dəyişirik. Ona görə heç zaman nədir? Kədərlənmə. Baxın, insanı xoşbəxt edən ən mühüm şeylərdən biri də uca Rəbbinə güvənməsi. Təvəkkül deyirlər buna. Təvəkkül, hər kəs deyir ki, mən Rəbbimə təvəkkül edirəm. Amma bu təvəkkül qəlbi əməldir. Yəni, qəlbində bunu hiss etməlisən. Mən Rəbbimə sığındım. Mən ona arxalandım. Mənim uca Rəbbim var. Hər şeyə qadirdir. Bir şey ol deyər, o da olar. Bu qədər. Təvəkkül bu deməkdir. Ona təvəkkül, yəni etimad etməsi. Onun dostluğu, nəzarəti, baxın. Rəbbim mənə kifayətdir. Bu deməkdir təvəkkül. Ona görə də hər zaman bunu nədir? Dilindən düşürmə. Gözəl bir kəlimə, könüldən edilən bir dua, səmimi bir çağırış, məsum bir göz yaşı və ya insanın hüzünlü bir inilti mütləq ona doğru yüksələr. Allah, Rəbbimiz, isimlərin və hərflərin ən gözəli, baxın, ən doğrusu və kəlmələrin ən dəyərlisi. Allah, deyək Allahım. Allahım da çox önəmli duada. Sən deyəndə ki, Allahümmə, ey Allahım, Allahın bütün adları ilə istəyirsən. Bax, bu çox gözəl bir faydadır. Sən deyəndə ki, Allahümmə, ey Rəbbim, Allahım mənə ver, onda demək ki, Allahım, sən bütün adlarını istəyirəm. Baxın, Allah zənginlik, baxın, qüvvət, yardım, izzət, qüdrət, baxın, hikmət deyildiyi zaman ağla o an o gəlir. Allah lütuf, yaxşılıq, yardım, mədəd, sevgi və ehsan deyildiyi zaman ağla o gələr. Allah ucalıq, böyüklük, sonsuz güc və qüdrət sahibi odur. Ona görə kədərlənmə. Allah səni qoruyar. Mələklər sənin üçün bağışlanma istəyər. Mələklər Allaha etimad edən, Allaha güvənən qullar üçün bağışlanma deyirlər. Kədərlənmə. Hər zaman dostların, yaxınların sənin üçün dua edirlər. Qiyamət günü Peyğəmbərimizin şəfaəti var. Yəni, ey Rəbbim, filan qulunun günahını bağışla deyə dua edəcək. Həmçinin Quran-ı Kərimin gözəl vədləri var. Rəbbinə güvən. Və bunların yanında sənə mərhəmətlərin ən mərhəmətlisi olan Allahın rəhməti var. Kədərlənmə. Uca Allahın sənə olan nemətlərini xatırla. Bir də baxıb görərsən ki, bu nemətlər sənin ayağının altına sərilib. Amma sən hələ də şükür etməmsən. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. İbrahim surəsi 34-cü ayə. Kimlər kədərlənir, Allahın nemətlərinə şükür etmir. Nə gözəl nemətlər verib Rəbbimiz bizlərə. Əminəmallıq yeri neməti, gözəl nemət, ailə neməti. Yəni, bu gözəl yurtda, əminəmallıq yurdunda yaşayırıq. Bundan böyük nemət var. Bəzən insan nədir? Rahatlığa düşür. Görürsən ki, nədir? Nemətlərin qədrini bilmir. Baxın, kimdir sıxıntı anında yardım edən? Əlbəttə, uca Allah Teala. Boğulmaqda olanı o qurtarır. İtəni o geri qaytarır. Başı bəlada olanı o salamatlığa çıxarır. Məzluma o yardım edir. Yolun itirənə yol göstərir. Xəstəyə şəfa verir. Darda qalanı rahatlığa çıxarır. Rəbbin, ucalar ucası. Həmd olsun Rəbbimizə. Bizim üzlərimizə düşən bolluqda da, darlıqda da ona dua etmək. Hər zaman ona sığınmaq. Sıxıntılar zamanı Allaha güvənmək. Göz yaş tökərək, səmimi qəlbdən, içdən ona yalvarmaq. Onun yardımını, dəstəyini istəmək uca Allahın. O zaman nədir? Allah öz dəstəyi ilə yardım edəcək. Bax, Rəbbimiz nə buyurur? Nəml surəsi 62-ci ayə. Bu ayəni hər zaman düşün. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, ondan şərləri sovuşduran və sizi yeryüzünün varislər edən kimdir? Əlbəttə Allah. Heç Allahla yanaşı başqa bir məbud mu var? Siz necə də az düşünürsünüz. Yəni, bu qədər Rəbbin səni qoruyur. Hələ də üzülürsən, Rəbbimizə həmd olsun. Həqiqətən də Rəbbimiz bizlərə nə qədər gözəlliklər bəxş eləyib. Verilişimizin sonunda hər zaman biz dua edirik, amin deyirik. Rəbbimiz dualarımızı qəbul eyləsin, sıxıntılarımızı aradan qaldırsın. Həqiqətən də dua ən böyük nədir? Nemətlərdən birisidir ki, bu gözəl əminəmallıq yurdunda bu gözəl duaları edirik, amin deyirik. Amin deyən dillər var olsun. Çünki amin deyənlər duanı etmiş qədər nədir? Savab qazanırlar. Sanki duanı ediblər.
Gəlin dualar edək, amin deyək. Ya Hayy ya Qayyum, ya Zəlcəlal vəl İkram. Allahım səndən istəyirik. Şəhadət edirik ki, sən Allahsan. Səndən başqa ibadətə haqq məbud yoxdur. Sən təksən, heç kəsə möhtac qalmayan, doğmayıb, doğulmayan və tayı bənzəri olmayansan. Ya Hayy ya Qayyum, ya Zəlcəlal vəl İkram. Allahım sənə yalvarırıq. Həm sənədir, səndən başqa ibadətlə haqq məbud yoxdur. Təksən, heç bir şərikin yoxdur. Ya Məndən, ey göyləri, yerləri yaradan, ya Zəlcəlal vəl İkram, ya Hayy ya Qayyum. Sənin sonsuz salavatın, salamın olsun Peyğəmbərimizə, onun əhl-i beytinə və əshabəlinə. Ya Qaffar, günahlarla özümüzə zülm etdik, bizi bağışla. Sən bağışlayansan, bağışlamağı sevənsən. Ey Rəbbimiz, bu il ərzində bütün etdiyimiz dualarımızı qəbul elə. Əvvəlki illərdə əldə edə bilməyəcəyimizləri bu il sən bizlərə ver, sən qəlblərimizi sevindir. Ey Rəbbimiz, kimin nə istəyarsı varsa istəyinə, arzusuna çatdır. Ey Rəbbimiz, dünyasını dəyişən valideynlərimizin məkanını cənnət elə. Həyatda olanların ömürlərini uzun, xeyirli, bərəkətli elə. Ey Rəbbimiz, övladlarımızı salih qullarından eylə. Övladı olmayanlara gözlərinin nuru olacaq salih övladlar bəxş eylə. Ey Rəbbimiz, kimin nə istəyarsı varsa istəyin arzusuna çatdır. Borcu olanların borcundan ödəməyə yardım eylə. Ev olmayanlara gözəl, geniş ev nəsib eylə. Sən bizim əskərlərimizi qoru, sağ-salamat ailələrini qovuşdur. Şəhidlərimizə qəni-qəni rəhmət eylə. Övladlarımızı islah eylə və ucal. Övladlarımızın ruzusunu bol bərəkətli eylə. Evlənməyən subay ailələrimizə gözəl ailə qurmağı nəsib eylə. Evlənənlərin ailələrini xeyirli, bərəkətli eylə. Ailələri qoru. O ailələrə rəhmətini yerləşdir. O ailələrə daim sevgi, rəhmət, bərəkət olsun ey Rəbbimiz. Övladlarımızın ruzlarını bol eylə. Bizim ruzumuzu bol eylə. Sıxıntılarımızı aradan qaldır. Günahlarımızı bağışla. Dualarımızı qəbul eylə ey Rəbbimiz. Sən bizləri Ramazan ayına qovuşdur. Ey Rəbbimiz, biz hər zaman sənə dua edirik. Bu gözəl vətənimizi qoru ey Rəbbimiz. Əmin-amanlıq yurdu olan vətənimizi qoru. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Ey Rəbbimiz, sən şahidsən. Həmd olsun sənə. Bu əmin-amanlıq yurdu olan bu gözəl vətənimizdə sənə dualar edirik. Sənə adını uca tuturuq, adını çəkirik. Peyğəmbərimizə, onun əhl-i beytinə salavat gətiririk. Ey Rəbbimiz, sən bizim bu gözəl vətənimizi qoru. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Sən bizim bu gözəl vətənimizi məkir düşmənlərin hilələrindən qoru, fitnələrindən qoru. Ey Rəbbimiz, dualarımızı qəbul elə. Şəhidlərimizə qəni-qəni rəhmət eylə. Ey Rəbbimiz, bu gözəl vətənimiz üçün gecə gündüz yorulmadan çalışan Ali Baş Komandanımız, rəhbərimiz İlham Əliyev və ailəsini qoru. Ona daim sağlam, uzun və bərəkətli ömür nəsib eylə. İşlərinə daim müvəffəqiyyət ver. Başını hər zaman uca eylə ey Rəbbimiz. Bu gözəl vətənimizin əmin-amanlığı üçün, güclü dövlət olması üçün gecə gündüz yorulmadan çalışır ey Rəbbimiz. Rəhbərimizi qoru. Biz də rəhbərimizi sənin qorumana əmanət edirik ey Rəbbimiz. Onu öz qüdrət və izzətinlə qoru. Başını daima uca eylə ey Rəbbimiz. Bu gözəl vətənimizin, müstəqilliyimizin güclü olması üçün öz biliyini, bacarığını sərf etmiş mərhum ümumi liderimiz, xalqımızın dahi oğlu Heydər Əliyev ruhunu şad eylə ey Rəbbimiz. Qəbrini nurla doldur ey Rəbbimiz. Onun qəbrini cənnət bağlarından bir bağ eylə ey Rəbbimiz. Çünki o millətinin azadlığına, dövlətin güclənməsinə çox böyük töhfələr verdi. Xalqımızın birliyini hərs etdi həyatını. Ey Rəbbimiz, sən də qəni-qəni rəhmət eylə. Ey Rəbbimiz, rəhbərimizin anası mərhum Zərifə xanıma qəni-qəni rəhmət eylə. Ruhunu şad eylə, məqamını uca eylə, qəbrini nurla doldur. Çünki o millətimizin tarixində möhkəm iradəsi və örnək həyatı ilə iz qoymuş bir şəxsiyyət yetişdirmişdir. Ey Rəbbimiz, hüquq mühafizə orqanlarımızı qoru. Vətənimizin keşiyində duran əskərlərimizi qoru. Şəhidlərimizə qəni-qəni rəhmət eylə ey Rəbbimiz. Dualarımızı qəbul eylə. Bu ilimizi keçən ildən daha xeyirli, daha bərəkətli eylə, bol ruzlu eylə. Kimin nə istəyarsı varsa istəyin arzusuna çatdır. Ey Rəbbimiz, dünyasını dəyişən valideynlərimizin də məkanını cənnət eylə. Amin, amin, amin.